Hacı çox gözəl vurğuladı. Həzrət Əli Əleyhisselam bir kəlamından bəhs elədi ki, mömin üçün bayram onun günah işləmədiyi gündür. Və Ramazan da bunun üçün böyük bir fürsətdir. Ümumilikdə oruc ibadəti biz dinlər tarixinə nəzər saldıqda görürük ki, əksər dinlərdə bu və ya başqa şəkildə öz əksini tapıbdır. Bir neçə dində mövcud deyil, böyük dinlərdən bir, səhv etmirəmsə Zərdüştilikdə və Sikizm dinlərində yoxdur. Qalan böyük dinlərin hamısında var. Yahudilikdə Tişri ayının 10-cu günündə, 7-ci ayın 10-cu günündə Yahudi təqviminə görə Yom Kippur orucu var. Xristianlıqda Pasxa öncəsi pəhriz şəklində özünü tapan oruc ibadəti var. Bir çox başqa dinlərdədir və hamısında əsas məsələ Hacının vurğuladığı nəfsin tərbiyəsidir. Mömin üçün möminin yüksəlməsi nə deməkdir? Möminin mənəvi yüksəlişi nə deməkdir? Nəfsini tərbiyə etməsi deməkdir. Və Quran-ı Kərimdə də bu öz əksini tapıb. Çünki nəfs ən aşağı dərəcədə qalanda insanlar bir çox pislikləri əmr edər. İnnən nəfsə ləəmməratun bis-su. Həzrəti Yusufun dili ilə söylənilir. Nəfs pisliyi əmr edər deyir. Hansı nəfsdir bu? O aşağı dərəcədə tərbiyə edilməmiş nəfsdir. Və yavaş-yavaş mömin oruç tutaraq, digər ibadətlərini yerinə yetirərək və əməl-i salih işlər görərək, salih əməllər işləyərək o əmmarə səviyyəsində olan nəfsini yüksəltməlidir. Ləvvamə dərəcəsinə çatdırmalıdır. Ləvvamə nəfs, bu da Qurani bir termindir. Özünü qınayan nəfs deməkdir. Yəni insan əmmarə nəfsdə, nəfs nə deyir onu edir, bütün günahları işləyir. Amma heç peşmançılıq da çəkmir. Amma özünü tərbiyə edən nəfs o səviyyəyə gəlir ki, günah işləyir, amma sonra peşmançılıq hissi duyur. Və Allah Teala da bu nəfsə and içir Quran-ı Kərimdə. Və lə uqsimu bin nəfsil ləvvəmə. Ləvvamə nəfsə and içirəm deyir. Və insan burada da durmamalıdır. Yenə nəfsini tərbiyə edərək ən yüksək dərəcə olan nəfsi mütməinnəyə çatmalıdır. Mütməinnə nəfs, bu da Qurani termindir. Biraz əvvəlki terminlərlə olduğu kimi. Yə eyyətuhən nəfsul mütməinnə deyir Qurani Kərim. Allah Teala, ey aramlıq tapmış, aram tapmış, rahatlıq tapmış nəfs. Fikir verirsiniz, artıq Allah Teala əvvəlkini and içirdi, buna isə müraciət edir. Yəni Allah onu özü üçün müxatəb edir, onu özü üçün qarşısında durub dəyər verir ona. Və oruç da bunun üçün ən önəmli, mən deyərdim, vasitələrdən biridir.